Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Salam və vaxtınız xeyir dəyərli Araz News dinləyiciləri. Siz Araz News radiosunun Panorama proqramını dinləyirsiniz. Bu proqramda İranda və Güney Azərbaycanda baş verən son siyasi hadisələrə və gələcəkdə baş verə biləcək senaryolara nəzər salacağıq. Bu mövzular ətrafında siyasi təhlilçi və siyasət uzmanı Sədrəddin Sultan ilə söhbətimiz olacaq. Sədrəddin bəy, Panorama proqramına xoş gəlibsiniz. Son 10 illiklər ərzində İran Orta Doğuda diqqət çəkici təsir gücü qazanmışdı. Amma son illərdə özəlliklə 7 oktyabr hadisələrindən sonra bunun əksi görünür. Lübnanda Hizbullah zəifləyib və onun silahsızlaşdırılması məsələsi gündəmə gəlib. Suriyədə isə Bəşar Əsədin devrilməsi ilə İranın nüfuzu faktiki olaraq aradan qalxıb. Əraqda da Amerika tərəfindən İranın niyabəti silahlı qruplarını xəli silah etməsi üçün baskılar artır. Eyni zamanda ölkə daxilində də bəlli geri çəkilmə əlamətləri görünür. Məsələn, hakimiyyətin müxtəlif qanadları arasında açıq qarşıdurmalar və icbari hicab siyasətinin yumuşadılması. Sizcə bu xaricdə zəifləmə və daxildə geri çəkilmə sürəci davam edərək rejimin tam süqutuna gətirib çıxara bilərmi, yoxsa hələ belə bir öngörü üçün tezdir? Salam, hər vaxtınız xeyir. Regionda Tehran hakimiyyətinin içərilərinə doğru qovulması prosesi gedir. Fələstində Həmasın sıradan çıxarılması, yəni silahlı qruplaşma kimi sıradan çıxarılması, Livanda Hizbullahın zəiflədilməsi və təşkil Bəşar Əsədin Suriyada süqutu, Husilərin mövqelərinin zəiflədilməsi kimi hadisələr Tehran hakimiyyətinin regiondakı təsir edici və proksi qüvvələrindən məhrum olmasıdır, yaxud proksi qüvvələrinin çox zəifləməsidir. Tehran hakimiyyəti əvvəlki kimi bu qüvvələrdən İsrailə, ABŞ-ə yaxud Tehranın maraqlarını təmin etmək üçün istifadə etmək imkanından məhrumdur və içərisinə doğru qovulma prosesi Tehran hakimiyyətini çətin vəziyyətə salıb. Ölkə daxilində, istər hakimiyyətdə, istərsə də ki, keçmiş rəsmilər tərəfindən mövcud vəziyyətin dəyərləndirilməsində ciddiyyətli fikirlər var. Və bu ciddiyyətli fikirlər Tehran hakimiyyətinin aqibəti haqqında xoşu olmayan proqnozlar verməyə imkan yaradır. Tehran hakimiyyəti isə yaranmış vəziyyətdən çıxış yolu tapmaq əvəzinə daim bəlağətli, retorik bəyanatlar verməklə güya sınmaz, bölünməz bir güc olduğunu sübut etməyə çalışır. Amma hadisələr sübut edir ki, Tehran hakimiyyəti daxilində kəskin ziddiyyətlər var. Sadəcə olaraq indiki vəziyyətdə rejimin süqutunu, onun çökməsinin qarşısını alan əsas qüvvə Sepah, yəni İran İslam İnqilab Keşikçiləri Qvardiyasıdır. Bu qvardiya hələ ki gücdür, hələ ki onun daxilində qarşıdurma yaranmayıb. Ona görə də rejim, Tehran hakimiyyəti edilən təzyiqlərə, baskılara dözmək qabiliyyətindədir. Digər tərəfdən Çin İran iqtisadiyyatına çox ciddi şəkildə dəstək verdiyindən onun ixrac elədiyi, hasil elədiyi nefti qara bazarda aldığından Tehran hakimiyyəti iqtisadiyyatı ayaqda dura bilir. Bu baxımdan da hakimiyyətin süqutunun belə tezliklə baş verəcəyi ehtimalı azdır. Sədrəddin bəy, bu şəraitdə bir çox siyasi təhlilçi düşünür ki, İran İslam Cumhuriyyəti dərin yapısal ya saxtarı böhran ilə üzləşib və hətta hakimiyyət dəyişikliyi məsələsi son dövrlərdə ölkə daxilində və xaricində elmi və siyasi çevrələrdə ciddi şəkildə tartışılır. Sizin fikrinizcə bölgə ölkələri, xüsusilə Türkiyə, Azərbaycan, Suudi Ərəbistan və İsrail
indiki İran rejiminə necə baxırlar? Əgər gələcəkdə İranda siyasi dəyişiklik baş verərsə, bu dövlətlər belə bir dəyişikliyin hansı biçimdə və hansı yönetim modelinin gücü əldə etməsini arzulayırlar? Burada Türkiye'nin de, Azerbaycan'ın da, Səudiyyə Ərəbistanının da, İsrailin de Tehran hakimiyyətinə münasibətləri fərqlidir. İsrail İranı, İran da İsraili düşmən olaraq qəbul edir. Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər pozulmuşdu, diplomatik münasibətlər pozulmuşdu. Səfirliyin və konsulluğun yandırılmasına görə ötən il Çinin vasitəçiliyi ilə onlar arasında diplomatik münasibətlər bərpa olsa da, amma bu tərəflər arasında hələ xoşməramlı münasibətlərin olması demək deyil. Ona görə də Səudiyyə Ərəbistanı ilə İran hakimiyyəti arasında münasibət İsrailkindən bir qədər xoşməramlıdır. Türkiyə ilə İran arasında münasibət normaldır. Bununla belə Türkiyədə NATO'dan olan müttəfiqlərin, beynəlxalq təşkilatların, tərəfdaşı olduğu ölkələrin İrana bağlı addımlarını davamlı surətdə dəstəkləyir. Məsələn, İran neft sənayesinə qarşı sanksiyalara Türkiyənin də şirkətləri qoşulur və s. Bu baxımdan Türkiyənin İrana münasibəti Səudiyyə Ərəbistanı və İsraillə müqayisədə daha yaxşıdır. Azərbaycan isə İrana münasibəti üç dövlətdən fərqlidir. Və Tehran hakimiyyətində xüsusən Sepah Azərbaycana qarşı düşmən mövqeyini təbliğ etməkdədir. Və Sepah İran daxilində, İran xaricində Azərbaycana qarşı qrupları hazırlamaqla məşğuldur. Və onlar Azərbaycan dövlətçiliyinin əleyhinə olan qrupları yaradırlar. Və son illər xüsusən 44 günlük müharibədən sonra və müharibə dövründə Tehran hakimiyyəti Azərbaycana münasibətini bütün çılpaqlığı ilə açıb göstərdi. Odur ki, Azərbaycan-İran münasibətləri heç vaxt bir mənalı yaxşı, bir mənalı pis deyil. Amma bütün hallarda Tehran hakimiyyətinin siyasi ideoloji altyapısında Azərbaycana qarşı düşmənlik mövqeyi var. Və bu düşmənlik zaman-zaman özünü göstərir. Müxtəlif hadisələrdə, regionda, dünyada vəziyyət gərginləşəndə Tehran hakimiyyətinin Azərbaycana olan mənfi münasibəti özünü göstərir. Bu baxımdan İranda baş verə biləcək siyasi dəyişiklik daha çox İran cəmiyyətinin istəyi ilə həll olunması bir məsələdir. Amma burada Azərbaycanın maraqları Güney Azərbaycan türkünün milli haqqının təmin olunması məsələsidir. Fikrimcə Səudiyyə Ərəbistanı, İsrail və Türkiyə regionda onlara qarşı düşmən siyasi ideologiyasını daşımayan, düşmən fikirlərini, şüarlarını təbliğ etməyən bir siyasi rejimin hakimiyyətə gəlməsi, idarə etmə modeli daha məqsəd uyğun sayılır. Türkiyə və İsrail demokratik ölkədir və eləcə də Azərbaycan demokratik ölkədir və dünyəvi dövlətdir. Daha çox bu ölkələr arzulayar ki, İranda demokratik rejim, cəmiyyət qurulsun və burada millətlərin, o cümlədən Türkiyə və Azərbaycan istəyinə uyğun olaraq türklərin milli haqları təmin olunsun. 12 günlük savaşdan sonra və bölgədəki son gəlişmələr işığında İranın parçalanması mövzusu həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən təhlilçilər tərəfindən daha sıx şəkildə ortaya qoyulur. Bir çoxları ölkə daxilindəki sosial və etnik ziddiyyətləri bu təhlükənin əsas qaynağı kimi göstərirlər. Uluslararası hüququn prinsipləri açısından dövlətlərin torpaq bütünlüyü ilə xalqların öz müqəddəratını təyin etmə haqqı arasında və İranın hazırki daxili durumu nəzərə alınırsa, bu cür senaryoların baş vermə ehtimalını necə dəyərləndirirsiniz? Sizcə bu düşüncələr nə qədər realdır? Öz müqəddəratını təyin etmək və beynəlxalq hüququ nəzərə alınması ilə, beynəlxalq ictimaiyyətin rəyin nəzərə alınmaqla, eləcə də qonşu dövlətlərin mənafeləri nəzərə alınmaqla bunun reallaşması mümkündür. Amma
buna üçün beynəlxalq şərait əsas verməlidir, yol verməsi daha vacib. Digər tərəfdən öz müqəddəratını təyin etmə məsələsində ölkənin ictimai-siyasi vəziyyəti bunu yetişdirməlidir. Məsələn, İranda indiki şəraitdə hələ ki bu vəziyyətin keçdiyi görünmür və İranda öz müqəddəratının təyini mərhələsinə qədər bir neçə addımların atılması da ehtiyac var. Fikrimcə, İranda ilk növbədə mədəni muxtariyyət məsələsi təmin olunmalı, milli muxtariyyət məsələsi, sonra isə müstəqil dövlətlərin yaranması məsələsi təyin olunmalıdır. Tehran hakimiyyəti bu məsələlərin heç birisində fars olmayan əhalinin milli haqqının təmin olunması istiqamətində addımlar atmır. Bu isə müxtəlif hiddətləndirici addımların, davranışların həyata keçməsi ilə müşahidə olunur. Məsələn, tutaq Sistan-Bəlucistan bölgəsində silahlı qruplaşmalar bəlucların milli haqlarının təmin olunması, bəluclara edilən zülmün qarşısını almaq məqsədi ilə fəaliyyət göstərirlər. Azərbaycan türkləri silahlı münaqişə yaxud silahla bu tip fəaliyyət göstərmirlər. Azərbaycan türklərinin fəaliyyəti dinc siyasi fəaliyyətdir. Azərbaycan türklərinin hədəfi azadlıq, ədalət, milli hökumətdir. Çünki Azərbaycan türkləri 80 il öncə ölkədə milli hökumət qurub və bu milli hökumət bir il fəaliyyət göstərib və bu onu göstərir ki, İranda federallaşma və ayrı-ayrı etnik qrupların öz müqəddəratını təyin etməsi, bu çərçivədə həll olması, İranın ərazi bütövlüyünün qorunması, demokratikləşməsi baxımından daha faydalı, daha sərfəli ola bilər. Təəssüf ki, Tehran hakimiyyəti bu tip məsələlərin hamısını qaralamağa və milli məsələ ilə bağlı islahata getməyi qəbul etmir. Bu isə son dərəcə acınacaqlı və faciəli sonluqlara səbəb ola bilər. İranda mövcud etnik gərginliklər və sosial parçalanmalar ışığında bəzi araşdırmacılar düşünür ki, ölkəni qurtarmaq yolu parçalanmadan deyil, idarə etmə sistemində islahatlardan keçə bilər. Sizin fikrinizdə bu doğrultuda hangi model daha gerçəkçi və etkili ola bilər? Hakimiyyətin mərkəzdən bölgələrə paylanması, yəni ədəmi mərkəziləşmə, yoxsa idari federal idarə etmə sistemi? Son zamanlar İranda Prezident Məsud Pezeşkiyan bəyanat verir ki, əyalətlərin, yəni ostanların muxtariyyəti artırılsın. Yəni idarə etmədə federal prinsiplərə üstünlük verilsin. Bu daha çox iqtisadi baxımdan federallaşma düşüncəsidir. Və bununla yanaşı həm də İranın parlamentinin iki palatalı olması fikirlər də çoxdandır müzakirə mövzularından sayılır. Yəni İranda istər iqtisadi federasiya, istər siyasi federallaşma üçün bütün hallarda konstitusiya dəyişikliyi olmalıdır. Ona görə İranda 20-ci əsrin əvvəllərində olduğu kimi yeni bir konstitusiya hərəkatının yaranmasına ehtiyacın olduğu ehtimalını da düşünürəm ki, reallaşdırmağa zamanıdır. Çünki indiki şərait İranın parçalanmasına istiqamətində hərəkətdən çox İranda islahatların aparılmasının vacibliyini zəruri sayır. Demokratik cəmiyyət, demokratik mühit yaranmayacağı halda o biri məsələlərin reallaşması mümkünsüzdür. Çünki demokratik mühit, demokratik islahatlar, demokratik anayasanı ortalığa çıxarar, yaradar və bu isə ayrı-ayrı fars olmayan etnik qrupların milli haqlarının təmin olunması məsələsi həmin əsas qanunda öz əksini tapa bilər. Bu həm də hakimiyyət bölgüsünə yenidən baxar. Tehranın indiki konstitusiyası çox mürtəci konstitusiyadır. Burada ayrı-ayrı etnik, fars olmayan etnik qrupların hüquqları tapdanır. Ayrı-ayrı dini azlıqların,
məzhəbi fərqli azlıqlar nüvələri tapdanır, məzhəbi fərqliliklər qoyulur və bu çox mürtəci konstitusiyadır. Ona görə İranda konstitusiya hərəkatı vacibdir və bu konstitusiya hərəkatı ilk növbədə ölkədə dərin, inqilaba bərabər bir islahatın keçirilməsini zəruri eləyir. İlk növbədə İranda ali rəhbər institutu sıradan çıxmasını zəruri eləyir. Bu, avtoritar rejimin, bu diktatura rejiminin sıradan çıxmasını zəruri edir. Çünki ali rəhbər ümumxalq səs verməsi yolu ilə seçilmir. Ümumxalq səs verməsi yolu ilə seçilməyən bir qurum ölkədə A-dan Z-yə hər məsələyə nəzarət edir. Bu, antidemokratik bir məsələdir və bütün problemlər də, bütün məsələlər də bu rejimin konstitusiyasının avtoritar, diktatura və mürtəci olmasından doğur. Hətta konstitusiyada təsbit olunmuş bir sıra maddələr belə icra olunmur. Ona görə də perspektivdə İranda desentralizasiyanın, federallaşmanın olması Tehran hakimiyyəti üçün, ümumiyyətlə İranın gələcəyi üçün bir çıxış yolu ola bilər. Azərbaycan türkləri, Azərbaycan Milli Hərəkatı ona görə azadlıq, ədalət, milli hökumət şüarını irəli sürməklə həm İranın gələcəyini, həm də İranda fars olmayanların müqəddəratının aqibətinə yol göstərir. Son vaxtlarda PEJAK terror təşkilatı və digər silahlı Kürd qruplarının fəallaşdığı, eləcə də Qərbi Azərbaycan vilayətini Kürdistanın bir parçası adlandırdığı barədə xəbərlər yayılıb. Türkiyə dəfələrlə İranı PKK və PJK qarşı mübarizədə əməkdaşlıq etməməkdə ittiham edib. Amma görünür, İran hakimiyyəti bu fəaliyyətlərə ciddi təpki vermir. Sizcə bu passivlik, ya hətta gizli dəstə Tehranın Güney Azərbaycanda etnik qarşıdurma yaratmaq niyyətindən qaynaqlanırmı? Rusiyanın Qarabağda həyata keçirdiyi siyasəti xatırladan bir model kimi. PJAK kimi terror təşkilatları əslində İranda türklərə qarşı, Azərbaycan türklərinə qarşı ermənilərin Cənub Qafqazda oynadıkları rolu oynamaqla Tehran hakimiyyətinin panfarsist qüvvələrin əlinə işləyir. Oxşar hadisəni ermənilər Cənub Qafqazda törədiblər. Gürcistan ərazi iddiası, Türkiyə ərazi iddiası, Azərbaycan ərazi iddiası, hətta bir sıra hallarda İrana ərazi iddiası etməklə Ermənistan uzun illər regionda pozucu fəaliyyətlə məşğul olub və Rusiyanın, SSR-nin, Fransanın və başqa regionda antitürk qüvvələrin əlinə işləyib. PJAK yaxud PKK-nın başqa qollarının türklərlə qarşıdurma yaratmaq cəhdi, türk torpaqlarına ərazi iddiaları, tarixin saxtalaşdırılması kimi addımların atılması, böyük iddiaların irəli sürülməsi, xülyaların irəli sürülməsi ilə əslində bu kimi qruplaşmalar Tehran hakimiyyətinə işləmiş sayılır və İranda fars olmayan milli hərəkatların biri-birinə yaxınlaşmasına mane olurlar. Çünki bu oxşar hadisələr 80 il əvvəl də baş vermişdi. Onda həmin məsələlərin həllini milli hökumətlər formalaşıb möhkəmlənəndən sonraki dövrdə müzakirə edilməsi ilə bağlı təxmini anlaşmalar olmuşdu. Çünki indi bu tip məsələlərin meydanı deyil. Bu tip məsələləri indi gündəliyə gətirmək, bu tip məsələləri qızışdırmaq milli hərəkatları bir-birindən uzaq salır. Mərkəzə, yəni Tehran hakimiyyətinə qarşı birgə mübarizənin, konsolidasiyanın, mərkəzləşmənin, cəmləşmənin qarşısını alır. Bundan isə Tehran hakimiyyəti hər iki tərəfə qarşı istifadə edir. Məsələn, Cəfər Cabbarlının 1905-ci il adlı məşhur əsəri var. Həmin o əsərdə müsəlmanlarla erməni atışması olur. Bir ermənini müsəlman məhəlləsində öldürürlər, bir müsəlmanı da erməni məhəlləsində öldürürlər və sonra tərəfləri biri-birinə qarşı qızışdırırlar. Bu zaman Səngərdəki müsəlman döyüşçülərdən biri güllə səsinə cavab olaraq
qışqırır ki, atan Kazaklardır. Yəni hər iki adamın, yəni erməni və müsəlman adamın öldürülməsinin səbəbkarı, qatilləri Kazaklar, yəni Rus əskərləri olublar. İndi oxşar hadisə İranda da baş verməkdədir. Müxtəlif çağırışlar etmək, Azərbaycan türk kəndlərinə basqınlar etmək, türklərə qarşı müxtəlif ədəbiyyatlar irəli sürmək, türkləri aşağılamağa cəhd göstərmək, türklərlə bağlı müxtəlif addımların atılması, həmin Pıjakın atan Kazak rolunda oynamasına oxşuyur. Bu, türkə qarşı fəaliyyət göstərməklə Tehran hakimiyyətinə, İran İslam Respublikasına qulluq etmiş sayılır. Düzdür, onun bu hərəkətləri ilə Azərbaycan türklərini eynən ermənilər Ermənistanda, Qarabağda Azərbaycanlıların qovulmasını həyata keçiriblər. Amma sonraki hadisələr bu qələmun effekti kimi ermənilərin özünə qarşı işlədi. Oxşar hadisəni törədənlər də perspektivdə gördükləri işdən peşman olacaqlar. Bu ermənilər, Ermənistan müstəqilliyi bərpa etdikdən sonra Rusiyaya işlədiyinə görə bugün məyusdur. Çünki region 30 il geri salıb onların bu işğalçılıq siyasəti. Həmin qüvvələr də atdıqları o addımlarla İranda islahatların getməsi, milli qüvvələrin, milli hərəkatların birləşməsini geri atırlar. Və bu ziyanlı addımdır. Pıjak terrorçu PKK-nın oynadığı yanlış oyunu bugün İranda oynamaqdadır. Bu isə çətin fayda verə. Məsud Pezeşkiyan hökumətinin işə başlamasından sonra o bir neçə dəfə ölkədə mərkəziləşmənin, yəni təmərküz girayinin azadılması zərurətindən danışıb və hətta Cumhurbaşqanlığının bəzi ixtiyaratını və yetkilərini ustandarlara verdiyini bildirib. Bəzi siyasi fəallar bu təşəbbüslərin uzunmüddətli bir siyasi planlamadan çox idarə etmə sistemindəki verimsizliyin nəticəsində məcburi islahatlar kimi dəyərləndirirlər. Hazırki şəraitdə İranda islahat aparma imkanlarının çox məhdud olduğunu nəzərə alaraq, sizcə Pezeşkiyanın bu yanaşması rejimin qarşısında olan siyasi böhranları azalda bilərmi, yoxsa bu addımlar da sadəcə şüar və nümayiş səviyyəsində qalacaq? Bayaq bu məsələ ilə bağlı danışdıq. Məsud Pezeşkiyanın bostanlara, əyalətlərə müəyyən səlahiyyətlərin verilməsi ilə bağlı. Bu İranın federallaşmasıdır, yəni iqtisadi federallaşmadır. Əvvəllər də bu ideyalar səslənibdir. İran ərazisi 1 milyon kvadrat kilometrdən çoxdur. Belə bir ərazinin Tehrandan birbaşa idarə edilməsi, hər şeyin Tehrandan asılı olması çox çətindir idarə etmək. Ona görə Məsud Pezeşkiyan hesab edir ki, yəni bu indiki hökumət hesab edir ki, əyalətlərin səlahiyyətlərini artırmaq, əyalət başçılarının səlahiyyətlərini artırmaq və yerli orqanların, yerli əhəmiyyətli məsələlərinin həllini onların öz üzərinə qoymaq lazımdır. Bu, həm də İranın demokratik idarə edilməsinə yardım göstərə bilər. Amma bunun üçün də İranda konstitusiyanın dəyişdirilməsinə və konstitusiyada səlahiyyət bölgələrinə, əyalətlərin statuslarının artırılmasına, əyalət başçılarının səlahiyyətlərinin artırılması məsələsinə diqqət yetirilməsi lazımdır. Amma mənə elə gəlir ki, bu müəyyən mənada cəmiyyətdə yaranmış hiddəti bir qədər azaltmaq üçün edilən çıxışlardır. İranda konstitusiya islahatı getmədən, konstitusiyon reform baş tutmadan bu tip məsələlərin heç birisi reallaşa bilməz. Bunların hamısı sözdür və insanların sadəcə olaraq müəyyən müddətə qədər sakitləşdirməkdir. Başqa sözlə, Tehran hakimiyyəti bununla vaxt tutur. Hazırda Tehran hakimiyyətinin qarşısında əsas məsələ Qərblə danışıqlardır. Nüvə proqramı ilə bağlı məsələdir. Sanksiyaların azaldılmasıdır. İqtisadi vəziyyətin azaldılmasıdır. Ölkəyə sərmayə cəlb edilməsidir.
sosial vəziyyətin yaxşılaşdırılmasıdır. Gündəlik tələbat mallarının qiymətinin azaldılmasıdır. Vətəndaşların ölkədən qaçmasının, mühacir etməsinin qarşısının alınmasıdır. Ölkədə milli məsələnin həll edilməsidir. Demokratik təsisatların yaradılmasıdır. Demokratik institutların güclənməsidir. Normal, azad, şəffaf seçkilərin keçirilməsidir. Yəni, çoxsaylı bu tip problemləri olan ölkədə məsələ o standarın, əyalət başçılarının, əyalətlərin statuslarının artırılması ilə başa çatmaz və bitməz, həll olmaz. İranın yolu demokratik konstitusiya və demokratik proseslərlə problemləri həll etmək, islahatın aparılmasından keçir. Sağ olun. Hörmətli Sədrəddin bəy Sultan, vaxtınızı ayırıb Araz News Radiosunun proqramında iştirak etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Ümid edirik ki, gələcək verilişlərimizdə də sizə yenidən müraciət edib dəyərli fikirlərinizdən faydalanaq. Çox səsliliyin səsi Araz News Radiosunu dinləyirsiniz.